Quran bir ölçü bəyan edir. O gün zalım kəs əllərini dişləyərək deyəcək: "Kaş filan kəsi dost tutmazdım." Bu ayə dostluğun axirət nəticəsini göstərir. Bəzi münasibətlərimiz sadəcə bu dünyada yox, axirətdə də peşmanlıq doğurur. Əllamə Təbətəbai ayələrin təfsirində qeyd edir ki, insanın qəlbi iki mərkəz qəbul etməz. Ya haqqın nuru, ya da nəfsin meyli üstün gəlməlidir. Əgər bir münasibət səni ibadətdən soyudursa, günahı adi göstərirsə və Allahı xatırlamağı zəiflədirsə, artıq mənəvi bir təhlükədir. Şəhid Mürtəza Mütəhərri yazır ki, insanın ən gizli təhlükəsi özündən razılıqdır. Quran da buyurur: "Özünüzü təmizə çıxarmayın." Ariflər deyir, səni tənqid edən dost səni aldadan tərifçidən daha dəyərlidir. Quranda olan bu ayə bəzən çox düşündürür. Allah və Rəsulu ilə düşmənçilik edənlərlə dostluq tapmazsan. Əgər bir mühit açıq şəkildə ilahi dəyərlərlə savaşırsa və sən o mühitdə qalmaqla kimliyini itirirsənsə, ariflər deyir, uzaqlaşmaq təkəbbür deyil, qorunmadır. Burada biz seçilmişik, digərləri pisdir düşüncəsi deyil. Mən öz istiqamətimi qoruyuram düşüncəsidir. Şəhid Mürtəza Mütəhərri yazır ki, İslamda insana hörmət onun insanlığına görədir. İman isə əlavə bir bağdır. Əllamə Təbətəbai Quranın bu ayəsini digər bir ayə ilə cavablandırır. Onların içində ədalətə daha yaxın olanları taparsan. İrfanda deyirlər, sevgi istiqamətdir. Sən kimə bağlanırsansa, onun yoluna yaxınlaşırsan. Ayə deyir ki, haqqa düşmən olan istiqamətə qəlbən bağlanma. Ariflər qeyd edir ki, insan münasibətlərində əvvəl düzəltməyə çalış, mümkün deyilsə uzaqlaş. Ən dərin səbəb budur ki, insan ruhən hansı mühitdədirsə, axirətdə də onunla dirilər. Yəni sən kimlə çox vaxt keçirirsənsə, onun dəyərləri səni formalaşdırır. Şəhid Mürtəza Mütəhərri mərifət barədə qeyd edir ki, əql insanın daxili peyğəmbəridir, vəhy isə xarici peyğəmbərdir. Sevgi və əql birləşməsi mərifət doğurur. İnsanın idraki dərinləşdikcə varlıqla münasibəti dəyişir və qəlbimizi qorumağın ən intensiv yollarından biri onu Allaha bağlamaqdır. Çünki bağlılıq məxluqa olanda zərbə qaçınılmazdır. Lakin mənbəyə bağlanan qəlb zərbəni tərbiyə kimi görür. Əllamə Təbətəbai izah edir ki, insanın istirabı çox vaxt müstəqil malik olma illüziyasından doğur. Sən mənimdir dedikcə qorxursan, halbuki Quranda buyrulur, biz Allahdanıq və ona qayıdacağıq.